Mhm. Deyir ki, indi buranı təmizləyim mən. Oxuyaq bir də sualımızı görək nə deyir. Bir də üstündən keçək. 90 qram doymuş alifatik ikili amilin yanmasından. İndi doymuş alifatik dedim açıq zəncir. Yəni burada aromatik deyil də, C6H5-li bir şey deyil. Yazırıq, düsturumuz nə oldu? Cn bilmədiyim bir amildir deyə 2n plus 1 NH2. Həm də dedim ki, məsələn, uşaqların biri deyə bilər, ay mənim ikili amindir, bura NH eləyək, bunu 2 dəfə eləyək. O bizim işimizi daha da yubadırdı. Ən yaxşısı bir formuldan yazıb, sonra dediyini tətbiq eləyərik. Bunu yandıranda bilirsiniz, indi oksigen falan yazmıram. Bizə karbon alınan məhsullar lazım. Karbon qazı alınır, su alınır, bir də azot qazı alınır. Elə deyilmi? Bizə deyir ki, alınan qazları hər su ilə keçiriblər, sonra 22 litr sistemdə qaz qalıb. Yəni qazlarla işim var deyə suyu vəbşə çıxartdım, heç görmürəm suyu. Karbon qazı və azot var əlimdə. Əhəng su ilə keçəndə karbon qazı da yoxa çıxır. Çünki o çöküntü olaraq çökür qabın dibinə. Yerdə qalır azot. Və reaksiyadan görürsünüz ki, bir dənə azot var deyə, 0,5 mol azot əmələ gəlir. Verilənləri qeyd edirəm. Deyir ki, sizə 90 qram amin götürmüşəm, 90 qram amin. Bundan deyir 22,4 litr qaz qalıb, yəni azot qazı qalıb. Amma siz bilirsiniz ki, normalda 1 mol bundan götürəndə, hansı ki kütləsi 14 üstə gəl neçə elədi? 17 qram elədi də. 1 mol bundan götürəndə 0,5 mol, yəni 11,2 litrlik qaz alınır. Buradan eni hesabladım. Elə bilirsiniz ki, ixtisariyyədə 92 bölüm 45, 14 üstə gəl 17 45-ə bərabər olanda enimizi də tapdıq ki, yəni 2 karbonlu amin götürəcəksiniz cavabı. Amma ikili amin olduğuna görə o 2 karbonu mən necə eləyərəm? Sağ-sol yazarım. Yəni CH3-dən 2 dənə ikili deyir axı. NH formasında. Cavab olacaq C bəndi. Aydın oldu? Bəli. C bəndi. Bəli. Amma orada sadəcə qaz yazır. Biz onu hardan bilək ki, karbon qazıdır, azot qazıdır? Bax, burada deyir ki, elə əsas məqam budur. Onu mütləq başa düşməliyik. Dayan, dəqiqə. Deyir, əhəng suyundan, əhəng suyundan keçirdikdən sonra əhəng suyu, bax, karbon qazını udur. Necə gedir proses? Gəl onu da yazım. Əhəng suyu kalsium OH2-dir. Həmin bu yanan məhsulları əhəng suyundan keçirəkmi? O gəl, hop, karbon qazını aradan çıxarır. Çünki burada karbon qazı çökür aşağı, qabın önə çöküntü, tabaşır tozu kimi toz olur. Yəni yoxa çıxır o qaz. Sənə ipucu verib deyir, əhəng suyundan keçirəndən sonra. Yaxşı? Bəli. Wi-Fi-də dayandıra bilərsən qızım, sağ ol.